müstakil Azerbaycan yaşayacak. Azerbaycan'ın devlet müstakilliği ebedi olacak, dönmez olacaktır. Halkımız daima serbest, öz talihinin sahibi olacak. Azərbaycan xalqı 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə öz suverenliyi bərqərar elədi. Lakin həmin dövrün ağır reallıqları, daxili çəkişmələr, Ermənistanın hərbi təcavüzü və o dövrkü rəhbərliyin təcrübəsizliyi müstəqilliyimizi təhlükə altına salmışdır. Və məhz belə çətin, tarixi ağır bir dövrdə yalnız xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqının gələcək taleyi görüş nöqtəsi oldu. Yəni onun uzaq görən siyasəti, dərin iradəsi və zəncir dövlətçilik təcrübəsi ilə ölkəmizdə xaos aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu və Azərbaycanın müstəqilliyi faktiki olaraq qorunub saxlanıldı. Ümumiyyətlə, Heydər Əliyev üçün müstəqilliyi təkcə siyasi hüquqi status deyildi. Bu həm də siyasi status deyildi məsəl. Çünki bu xalqların öz sərbəst şəkildə öz hüquqlarını müəyyən etmək haqqı və öz taleyini müəyyənləşdirmək hüququ idi. Heydər Əliyev hər zaman deyirdi ki, müstəqilliyimiz bizim ən böyük sərvətimiz, ən böyük nailiyyətimizdir. Və biz bu nailiyyəti əbədi və dönməz etməliyik. Və bu ideya məhz Heydər Əliyevin dövlətinin strategiyasını demək olar ki, bütün sahələrini əhatə edirdi. Bildiyiniz kimi, Heydər Əliyevin qətiyyəti nəticəsində Azərbaycan ilk dəfə olaraq güclü dövlətçilik prinsipləri üzərində quruldu. Hüquqi islahatlar, konstitusiyanın elan olunması ilə ölkəmizdə demokratik cəmiyyət təsis olundu. Əsli müqaviləsi imzalanaraq ölkəmizdə neft strategiyası formalaşdı və Azərbaycan bir dövlət olaraq dünya iqtisadiyyatına inteqrasiya etdi və xarici siyasətdə balanslı və prinsipial mövqe ilə Azərbaycanın suverenliyi bütün dünya tərəfindən tanındı və möhkəmləndi. Bugün istənilən sahədə əldə etdiyimiz uğurlar, yəni iqtisadi güc, enerji təhlükəsizliyi, beynəlxalq aləmdə nüfuzumuzun tanınması, bütün bunlar Heydər Əliyevin vaxtı ilə atdığı düzgün və ardıcıl addımların nəticəsidir. Yəni, əgər həmin dövrdə məhz ulu öndərimiz tərəfindən suverenliyimiz bərqərar olunmasaydı, bugün güclü, demokratik, qüdrətli Azərbaycan dövləti deyə bir reallıq ola bilməzdir. Bugün bilirsiniz ki, ölkəmiz bir dövlət olaraq regionun lider dövlətinə çevrilib və Ailə Baş Komandanımızın əmri ilə 2020-ci il 27 sentyabrında başlanmış vətən müharibəsi ilə torpaqlarımız müzəffər ordumuz tərəfindən işğaldan azad olundu və tarixi qələbəyə imza atdı. Təbii ki, bu qələbənin təməlində məhz ulu öndərin uzaqgörən siyasəti, onun sayəsində uzun illər qazanılmış siyasi iradə, iqtisadi güc və milli həmrəylik dayanırdı. Və qeyd elədiyim kimi, bütün bu amillərin formalaşmasında ulu öndərin müdürüş siyasəti, müdürüş rəhbərliyi dayanırdı. Yəni, Heydər Əliyevin siyasi kursu bugün təbii ki, Cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Və Heydər Əliyev təkcə bizə güclü dövlət yox, eyni zamanda milli iradə, milli kimlik və gələcəyə inanc mirası olur. Və biz bu mirası qoruyub saxlamaqla, gələcək nəsillərə ötürməklə əslində öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Allahdan bir daha dahi rəhbərimizə, ümumi liderimizə rəhmət diləyirik və nəzərinizə çatdırmaq istəyirəm ki, biz bugünkü tədbirimizə Heydər Əliyevin hakimiyyətə gəlişinədək həmin o ölkəmizdə cərəyan edən çətin tarixi proseslərin şahidi və bir iştirakçısı olmuş şəxsləri dəvət etmişik. Onlardan biri də qeyd elədiyim həmin dövrdə ağır etkilər yaşanmış, Xocalı soyqırımının şahidi olmuş və belə bir dövrdə xalqımızı bu bəladan yalnız Heydər Əliyev qurtara bilər sözləri ilə yadda qalan Şükür Bəşirov da dəvət etmişik. Bu Moskvaya getdik, 88-ci ilin oktyabr ayı 20-sində. Mən orada Heydər Əliyevin hakimiyyətinə gəlməsini tələb etdim. Və həmin vaxtı, düzdür, orada bizim nümayəndəlik vardı Axundov adında. İzvestiya, Pravda, bir neçə qəzetlər yazdılar. Həmin qəzetin bir hissəsini Heydər Əliyevə vermişdilər və çatdırmışdılar. Həmin qəzeti mən saxlayırdım, amma əfsuslar olsun ki, Xocalı faciəsi zamanı həmin qəzet Xocalıda qaldı. Və yenə də biz
Heydər Əliyevin mən şəxsən bir Azərbaycanlı vətəndaşı olmaqla hakimiyyətinə gəlməsi üçün həmişə çalışdır ki, Heydər Əliyev hakimiyyətə gəlsin. Bəli, Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdı. Hakimiyyətə qayıdandan sonra birinci bu hərci-mərcili, silahlı qüvvələr hamısını tərkislah elədi. Azərbaycan əmin-amanlıq yarandı və devlətçiliyin təməli qoydu. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan bu günün müstəqil dövlət kimi ola bilməzdi. Heç vaxt. Ona görə ki, Azərbaycan bölmüşdür, xanlıqlara bölmüşdür. Ona görə biz həmişə Heydər Əliyevə minnətdar olmalıyıq. Ona həmişə Allahdan rəhmət diləməliyik. Kim belə bir dahi şəxsiyyəti sən yetişdirdin bu xalq üçün. Əvvəlsiz xidməti oldu Heydər Əliyevə. Mənim gördüyüm işlərlə əlaqədar, məsələn, mitinglərdə də var, bir çox yerlərdə də var. Mən o vaxtı Ağdamda xalq cəbhəsinin qarşısında çıxış etdim. Tək yolda yox, Bakıda da çıxış etmişəm. Bir neçə yerlərdə çıxışlarım olubdur. Mən heç bir şeydən qorxmadan, çəkinmədən Heydər Əliyevin hakimiyyətə gəlməsi tələb etmişəm və demişəm, xalqın xilaskarı, ancaq bu xalqın xilaskarı, bu devlətin xilaskarı Heydər Əliyev. Bundan sonra ikinci bir devlet başçısı yoxdur, olmayacaq və olmayacaq. Ona görə də, yəni xalqımız cəsarət tapdı özündə. Heydər Əliyev hakimiyyətə gəldi, xalqımızı bəladan xilas etdi. Devlətimizi qurdu. Bu günləri çox gözəl bir gündür. Azərbaycan əsrlər boyu itirdiyi torpaqları Heydər Əliyev siyasətləsə qoyub, yazıb getdiyi vəsiyyət əsasında torpaqlarımız işğaldan azad olundu, sərhədlərimiz bərpa olundu. Bu, Azərbaycanın ən böyük qələbəsidir və ən böyük nailiyyətlərindən biridir. Ona görə də biz bu günləri Heydər Əliyevə mən yenə də deyirəm ki, minnətdar olmalıyıq. Mən bir vaxtı sizə demək istəyirəm. Heydər Əliyevlə mən görüşən vaxtı 97-ci il, iyun ayının 16-sında görüşümüz olubdur. 1 saat 45-50 dəqiqə arasında. Heydər Əliyev görüş vaxtı, görün bu nə qədər gözəl bir insanıdır ki, o qədər sadə bir insandır ki, o bizimlə görüşəndə dedi ki, siz hesab eləməyin ki, prezidentinlə görüşürsünüz, siz hesab eləyin ki, bir ağsaqqalla oturub söhbət eləyirsiniz. Çox sərbəst halda bizə sərbəstlik yarattı və qarşı-qarşıya oturduq. Mən özümü xoşbəxt hiss edirəm ki, Heydər Əliyev kimi daha bir şəxsiyyətlə qarşı-qarşıya oturub çay süfrəsinin arxasında oturub çay içmiş. O, mənim gördüyüm xidmətləri ən yüksəkliyi adlandırdı və mənə dedi ki, sənin hansı arzuların var? Deyim, cənab prezident, yəni ola bilər ki, bir dəfə mən istəyərəm ki, o kaseti qoyarlar, baxılar, o kaset baxılsa çox gözəl olar, o kasetlər hamısı var. Deyim, cənab prezident, mənim ən böyük arzum oydu ki, siz hakimiyyətə qaydasınız, xalqı bəladan tutarasınız. Siz bu günləri hakimiyyətə qayıtdınız, xalqı xilas elədiniz. Biz də sizinlə beraber oturmuşuq, bizə hər bir şərait yaradınız. Biz sənə buna görə sizə çox minnətdir, amma mənim ağlıma gəlməzdi ki, siz məni qəbul edəsiniz, sizin kimi bir dahi şəxsiyyətlə qarşı-qarşıya oturun. Dedi, bu mənim təşəbbüsümdür ki, sizin kimi insanlarla üzbəyə oturan tanış olun. Mən o vaxtı kimlərəsə vəzifə verdim, çörək verdim, yaxşı yerlər tutdular, o adamlar hamısı mənim əleyhinə çıxdılar. Məni Azərbaycana qoymadılar. Amma siz kimi sadə adamlar bu günləri bilirlər. Deyim, cənab prezident, mənim ikinci bir arzum var. Mənim arzum odur ki, gör Heydər Əliyev o vaxtı, 97-ci ildə bu sözləri mənlə bərabər bir neçə nəfərlər var. Mənim ikinci arzum odur ki, Qarabağdan işğal altında olan torpaqlar azad olunsun. O torpaqlarda hər bir Xankəndə hər bir parat keçirilsin, o paratı siz qəbul edəsiniz. Mənim ən böyük arzum odur və Şuşanın ən yüksək zirvəsində sizin Qızıldan ən qiymətli zatlardan biri sizin üstünüz qoyunuz. Heydər Əliyev gülümsündü, dedi ki, bunlar hamısı olacaq, yadınızda saxlayın. İşğal altında olan bütün torpaqlar işğaldan azad olunacaq. Hərbi parad olacaq. Allah ömür versə, onu qəbul edə bilərik. Allah ömür verməsə, bu başqa şeydir. O ki, qaldı dedi o Qızıldan tutmasına, o xalqın iradəsinə, xalqın müzakirəsinə bıraxılmalıdır. Xalq özü seçməlidir. Yəni, cənab prezident, bu xalq sizi sevir, sevəcək və əbədi siz bu xalqın ürəyində yaşayacaqsınız. Mən vaxtınızı çox almaq istəmirəm.
Allah bir daha Heydər Əliyevə rəhmət eləsin, qəbri nurundan dolsun. Cənab Prezidentimizə də Allah can sağlığı versin ki, ordumuzu Allah qorusun. Torpaqlarımız işğaldan azad olunur. Bu günlər gözəl quruculuq işləri gedir. Qaçqınlar hamısı öz torpaqlarına qayıdırlar. Qaçqın söhbəti yoxdur. Bundan gözəl heç bir şey ola bilməz. Çox sağ olun, çox var olun. Azərbaycan ən çətin vəziyyətdə yaşayırdı. Azərbaycan Böyük Vətən müharibəsi illərində Azərbaycan nefti qələbənin əldə olmasında əsas amil olsa da, Azərbaycan neft ölkəsi kimi tanınmırdı, sənaye şəhəri kimi tanınmırdı. Azərbaycan yalnız əqrar bir ölkə kimi tanınırdı. Məsələn, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ilə bu məsələlərə son qoyuldu. SSR məkanında burada olan yaşlı nəsil bilir ki, 60-cı illərdən başlayaraq SSR daxilində bir elektrikləşmə, sənayeləşmə həyata keçirilirdi. Baxmayaraq ki, Azərbaycanda bütün perspektivli imkanlar var idi. Azərbaycan tamamilə bundan məhrum olmuşdu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan aqrar bir ölkədən sənaye ölkəsinə çevrildi. Burada yaşayan yaşlı nəsil, oturan yaşlı nəsillər hamısı bilir ki, Azərbaycanın Dağlıq Qarabağda yaşayan Azərbaycanın ən xoş günləri 1969-82-ci illərdə olubdur. 82-ci ildə Azərbaycandan Ulu Öndərimiz Moskvaya getdikdən sonra yenə də həmin proseslər başlanıldı. Hamısının yaxşı tanıdığı Əlif Hacıyev 1984-cü ilin oktyabr ayında Dağlıq Qarabağda ermənilərin topladıkları vəsaiti Ermənistana aparan maşını Ballıca kəndində tutub geri qaytarmışdı. Bax, buna görə də Əlif Hacıyev elə Ballıca kəndində də əsassız ittihamlarla həbs olunub 10 il həbs cəzası verilmişdi. Dağlıq Qarabağda baş qaldıran bütün insanlar hamısı vəzifədən kənarlaşdırılıb və məhv edildi. Yenə də tarixdə belə bir şey var ki, Uca Tanrı həmişə xalqın ağır günündə Allah tərəfindən xalqa bir xilaskar göndərilir. Bax, Heydər Əliyev Azərbaycan xalqına göndərmiş xilaskardır. Gəlin bir anlıq şükürməlini qeyd etdiyi kimi, Heydər Əliyev hakimiyyətdə olsaydı, bəlkə qüvvələr tərəfindən siyasi qırşanlıq göstərilməsəydi, bu hadisələr dövründə 88-ci ildə Azərbaycanda siyasi hakimiyyətə gətirsəydi, Azərbaycan bu əziyyətlər çəkərdimi? Əlbəttə yox. Heydər Əliyev Allah tərəfindən Azərbaycan xalqına bəxş edilmiş dahi bir şəxsiyyətdir. Siyasətçilər iki cür olur. Biri var ki, siyasətçilər dünyanın müəyyən etdiyi siyasi kurs var, siyasi xətt var, o xətt üzrə hərəkət etsinlər. Heydər Əliyev isə siyasətə istiqamət verən siyasətçilərdir. Bəs ona görə də Heydər Əliyev dahi siyasətçi adlanır. Görürsən, tarixdə, kitablarda yazdığı şairlər haqqında, böyük şəxsiyyətlər haqqında görkəmli, istedadlı dahilik, Heydər Əliyev siyasət aləminin dahisidir. Onun bugün vaxtında həyata keçirdiği əməllər 100 illər bundan sonra da Azərbaycanın işıqlı gələcəyini aldıracaqdır. Bilirsiniz ki, Ulu Öndərimiz hansı şəraitdə Azərbaycanda siyasi hakimiyyətə gəldi? Orta Asiya respublikalarla deyil və digər respublikalarla Azərbaycanı fərqləndirən bir cəhət onda idi ki, onlar sadəcə olaraq öz dövlətlərini formalaşdırırdılar. Azərbaycanda isə elə bir vəziyyət vardı ki, müharibə bir tərəfdən, xarici düşmən qüvvələr bir tərəfdən, vətəndaş sabitlik, ictimai sabitlik tamamilə pozulub, dövlət idarəçilik sistemi demək olar ki, iflic vəziyyətdə bir-birinin arxasında torpaqlar işğal olunur. Ermənistana hər bir səviyyədə dəstək verilir ki, torpaqlar bir-birinin ardınca işğal olunsun. Yəni, Azərbaycanı digər respublikalarla eyniləşdirmək tamamilə yanlışdır. Amma bir həqiqət var ki, həmin dövlətlərin də dövlət müstəqilliyinin qorunub saxlanmasında Azərbaycanın ayaqüstə durması olduqca həlləci rol oynadı. Digər, Azərbaycanda gedən proseslər hər birinizin yanındadır. O, dövlət çevrilişəcəklər falan bununla bağlı danışıq vaxtınızı almaq istəmirəm. Böyük neft kontraktının imzalanması məsələsi. Böyük neft kontraktı imzalanan anda Azərbaycanın iki böyük şəxsiyyəti öldürüldü. Bu, Ulu Öndər Heydər Əliyevə siyasi mesajdır. Bununla da Ulu Öndərin tutduğu yoldan çəkindirə bilmədilər oktyabr hadisələri. Cəmi sentyabrın 20-sində böyük neft kontraktı imzalandı
Oktyabrın 4'ünde artık Azerbaycan'da devlet çevrilişine cəhd başladı. Bununla da yetmediler. Bundan sonra 95-ci ildə Mart hadisələri ortaya attılar. Yeniden Azerbaycan'da devlet çevrilişi cəhdi törətməyə çalıştılar, amma bunların heç birini əldə edə bilmədilər. Ona görə edə bilmədilər ki, Azərbaycan xalqının ətrafında birləşdiyi və tarixi sınaqdan çıxmış böyük bir lideri, böyük bir şəxsiyyəti var. Allah o öndərimizin məkanını cənnət eləsin. O, Azərbaycana, xalqımıza bir dövləti ərmağan olaraq qoydu, getdi. Azərbaycan xalqının bir nömrəli problemi onda idi ki, o dövlət müstəqilliyini itirmişdi, itirilmiş dövlət müstəqilliyini bərpa eləməyə cəhdlər olunurdu, amma qorunub saxlanmırdı. Məhz ona görə də ulu öndərimiz vurğuluyordu ki, Azərbaycan xalqının ən böyük Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının ən böyük sərvəyi. Yenidəki Dağlıq Qarabağa açılış, fabrik, zavod, sənaye müəssisələri, ondan başqa həmin vaxtı Xankəndə bu tibb müəssisələri, mədəniyyət müəssisələri, sahələr məsələsində Azərbaycanın kadrlarını yerləşdirilməsi. Və deyək ki, 5-6 il müddətində Dağlıq Qarabağa ərazisində Azərbaycanlılar sayı bir neçə faizdən 30% artıq keçmişdir. Bu da ki, Heydər Əliyevin siyasətidir ki, Dağlıq Qarabağa məsələsinin həlli yolunu bu öndərimiz həm vaxtı bu sistemdə görüldü. Ancaq əfsuslar olsun ki, Heydər Əliyevin Moskvaya gedişdən sonra bu proses dayandı və ondan sonra başqa yenidən proses başlanacaq. Dövlədə inkişaf etməyə başladı. Bu öndərin Moskvaya gedəndən sonra İmtihanımız Birliyi, ondan sonra hakimdən gələn qətiyyətsiz rəhbərlər, Kamil Malı olsun, Vəzir olsun, başqalar, ayrı ötəli bu. Bizlər də ki, qətiyyətsizlik səhəsində bölümü bu hadisələr baş verdi, bəzi başımızda gəldi. Biz bu hadisənin yanımızda yaşamışıq, bu bəlanı yaşamışıq. Bu öndərin hakimiyyət dövründə istəyir, əvvəlki olduğumuz vaxt olsun istəyir, sonraki ikinci hakimiyyətə qayıtış vaxt olsun. Onun Xocalılara, köşkünlərə çox xüsusi diqqət olmuşdur. Bu hamımızın gözünün məxfilində sınırlar ki, Heydər Əliyevin köşkün qəsəbələrində, çadır şəhərciklərində, toylarda iştirak edir. Onlarla münasibəti. Xocalılara qarşı xüsusi münasibəti. Xocalı Heydər Əliyevin ikinci dəfə hakimlərə qarşı Xocalı soyğunun dövlət səviyyəsində tanıtması, onun beynəlxalq aləmdə tanıtması istiqamətində apardığı iş və bunun biliyorsun bölgəsi. Xocalı soyğunundan ana abidə halayının abidəsinin yükünün qoyulması. Yəni, baxmayaraq ki, dövrdə Azərbaycan xalqı çətin bir proseslər yaşayır. Hamımız yaxşı yazılardır. O öndərin ikinci hakimiyyət yaşayırken vaxtında benzin tapılmıdır, kürək tapılmıdır, qarışıqlıdır. Müəyyən baxırdı ki, bir ailədə 2 nəfərin həyası başqa sahələrə xidmət edir. Rayonlar arasında qarşılıqlar, dövlətçilik arasında qarşılıqlar, müəyyən təxribatlar. Bunlar hamısı başqalı gəlir. Ancaq bu öndər bunun bütün bunlarımıza baxmayaraq köşkün əhaliyə xüsusi diqqətlər göstərir. Biz ilk olaraq deyik ki, 92-ci ildə Xocalıdan çıxanda əhalimiz rayonlardan çıxan vaxtda Bakı şəhərində bir dənə yiyəsində ayaq qoymağa imkan verilmirdi. Ayaq qoyan kimi tutulurlar, şəhər deyirlər, evi boşaltmazlar. Ancaq harada yaşanmazsa, onun yəni yoxdur. Bu öndərin hakimdə də gələn vaxtlar deyil. Bir söz oldu ki, mənim bir nömrəli problemim köşkünlərlə köşkünlərin problemi mənim bir nömrəli problemi. Yəni bu söz bütün Respublikaya şamil olundu ki, Cənab Prezidentin bir nömrəli problemi köşkünlərlə problemi. Onların sosial vəziyyətləri, başqa vəziyyətləri. Bundan sonra da deyərdik ki, ölkə daxilindəki rayonlarda artıq qarşılamalar son qoyuldu. Köşkünlərə diqqət qayıtımı başqa atıldı və bu dövrlərdən sonra əsas diqqət bu məsələni Cənab Prezidentimizin diqqətində daim oldu. Biz bu yaxın vaxta baxsaq, bir günlük antiklər əməliyyatından sonra torpaqlarımız qayıtdı. Bəli, natiklər dedi ki, mən özüm şəxsən inanmadım ki, bizim torpaqlar qayıdar və belə tezliklə qayıdar. Bir icra başçı, siyasi rəhbər olsam da, bunu heç vaxtında deyərəm ki, bu məsələnin belə tezliklə olub, sona çatacaq və bunu mən gözümlə görəcəyimi heç vaxt. Bizdən qarşı minlərlə insanlarımız
bu məsələləri gözləyə onun həsrətini çəkə-çəkə dünyasını dəyişdi. Allah insanlara da rəhmət etsin. Vətənini sevər, xalqını sevər, millətini sevər, insanların dünyasını dəyişdi. Ancaq biz bunu gördük, bunu yaşadıq. Və xalqımız o önlərin yetişdiyi həmin o birlik əsasında həm xalq Cənab Prezidentimiz ətrafında birləşdi. Və bunun nəticəsində biz qələbəmizi bayram günlərini bax belə izdihamla qeyd edə biliriksə, bayraqlarımızı daha ürəkdən yüksəldə biliriksə, bunun üçün şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə borcluyuq. Şəhidlərimizin qarşısında dərin ehtiramla baş əyirik. Qarşılayın oxuyur Rauf Hüseynov. Ey ulu öndər!
gitse de iller, sizden söyleyecek daima diller. Her zaman kalbimiz anlayabilir, adına bağlıdır vətənin adı. Özse de nefesiller, gitse de iller, sizden söyleyecek daima diller. Her zaman gönlümüz anlayabilir, adımla bağlıdır vətənin adı. Ey yolunda, ey yolunda, müstakil boylarım gönül girilmez. Bir daha can, bir daha yenmez. Müstakil boylarım bir daha yenmez. Müstakil devletin gücü yenilmez. Senli günlerimiz geriye dönmez. Ey yolunda, ey yolunda, ey yolunda, ey yolunda. Dertlerde yaşayan o dahi insan, gelecek nesiller diyecek merak. Ölçeni dünyaya tanıttı ilham, adınla bağlıdır vətənin adı. Ey ulu önder, ey ulu önder, müstakil milletin gücü yenilmez. Uzanan bayrağın bir daha yenmez. Müstakil devletin gücü yenilmez. Uzanan bayrağın bir daha yenmez. Senli günlerimiz geriye dönmez. Ey uyandı, ey uyandı, ey uyandı, ey uyandı, ey uyandı, ey uyandı.